izləyiciləri salamlayıram Laçın şəhərindən. Qarşısında durduğumuz bina 1970-ci illərin ortalarında rayon partiya və icra komitələri üçün tikilmiş bina idi. Erməni vandallar buranın işğal dövrü, buranın dağıdıb, eləyiblər yaşayış evi. Və buradan da yol vardı. Buradan da yol vardı o tərəfdən də. Arxasında bağlayıblar buraları, arxadan yola çıxdılar, bloklar düzəldiblər, yaşayış eləmişdilər. Pilləkənlər çıxırdı, buradakı bağ, bostan, buna hamımız, deməli buranın işçiləri, biz burada iməcillik yolu ilə bağaçları əkmişik. Yenə də deyirəm, Allah Əliş Kazımova rəhmət eləsin, Allah Mehri Aliyev Rəfiyə rəhmət eləsin. Onlar burada bağbanıdırlar, onların əziyyəti çoxdur burada. Və rayon sözsüz ki, rayon rəhbərliyi idi. Və burada müxtəlif idarələr var idi. Mən ad çəkmək istəmirəm, yəni. Çünki ad çəkəndə bəzi adamların adı. Elə hamısı gözəl kişilərdir. Çox gözəl insanlardır. Yol buradadır. Orada hovuz var idi. Hovuz tərəfdən də oradan girirdim içəri. Sağ tərəf bura şəhər soveti idi. Bu tərəf bura rayon komsomol komitəsi idi. O baş tərəf həmkarlar komitəsi idi. Arxa tərəf rayon statistika komitəsi idi. Orada bufet vardı. Sonra bufeti köçürdülər binanın arxasına. Rəhmətli Eldar işləyirdi orada. Eldar. Bax, o arxada işləyirdi Eldar rəhmətli. Burada sonra birik cəmiyyəti vardı. İkinci mərtəbədə rayon icra komitəsi idi. Ondan sonra rayon icra komitəsindən sonra xalq nəzarət komitəsi idi. Kənd sərfat. Kənd sərfat idarəsi ortadaydı. Yəni aqroprom deyirdilər o. Üçüncü mərtəbədə rayon partiya komitəsi idi. Yəni burada çox insanlar oturublar, işləyiblər. Hamısını mən dünyasını dəyişənləri rəhmətlə anıram adlarını. Allah sağ qalanlara da kömək olsun və onlardan da Laçına arzu edirəm ki, gəlib Laçında yaşasınlar. Mən burayla bağlı çox xatirələrimiz var. İstəyirəm bir xatirəni danışım. Deməli, 1990-cı illərin yay ayı idi. Artıq ermənilərin, deməli, o fazadan keçmişdi, üsyan fazasından, mitiklər fazasından keçmişdi, silahlı. Biz, məsələn, buradan Şuşaya getməkdə bizim nə qədər adamlarımızı, o jurnalist qızı öldürdülər, orada 3 hərbiçini öldürdülər və orada çox qətlilər törədirdilər və insanlardan başladılar silahları yığmağa, Laçınlı cəmaatdan silahları yığmağa. Ancaq polis idi burada, hələ milli ordu tam yaranmamışdı, yəni. Və burada biz böyük bir iclas oldu, o vaxt SSR-in tərkibindəyik. SSR Daxili İşlər Nazirliyinin, daxili qoşunların komandiri gəldi bura Laçına. Şatalin familiyası, general. Onunla bərabər gəldi Məhəmməd Əsədov, onunla bərabər gəldi Telman Orucov, Mərkəzi Komitənin katibi idi ya da Ali Sovet sədrinin müavini idi, yəni səhv eləyə bilərəm. O da mühüm vəzifə tutan adam idi. Bir də Nazirlər Sovetinin sədri ya müavini vardı, Rasizadə, Artur Rasizadə. Və digər adamlar gəlmişdilər, onlar tribuna oturmuşdu, biz aşağıdaydıq. Nəysə rayon rəhbərliyi çıxış elədi, Xanlar müəllim ətraflı məruzə elədi, vəziyyət haqqında tam çatdırdı. Ondan sonra Xanlar müəllimdən sonra polis rəisi Ələsgər Əliyev idi və ondan sonra prokuror Dürhəsən İmanovdur, onlar da vəziyyəti tam danışdılar. Şatalin çıxış elədi, Şatalin çıxış elədi, dedi ki, biz bu müharibə, bu münaqişə sona çatacaq. Ermənilərlə Azərbaycanlılar əvvəl kimi, dost kimi bir yerdə yaşayacaqlar. Siz narahat olmayın, biz müəyyən tədbirləri görəcəyik, falan belə xahiş edirəm, silahları təhvil verin polisə. Heç kəs əlində silah saxlamasın ki, münaqişə olmasın. Hər şey bizim nəzarətimizdədir. Sonra da bir söz dedi. Dedi ki, ermənilər mənim haqqımda yayıflar ki, güya mənim qızımın əri Azərbaycanlıdır. Yəni, mən bunu bir iştirik tutum. Sonra Azərbaycanın dostu var idi, deməli, Vadislav Safonov, general. Qarabağın qubernatoru idi. Ermənilər onu sevmirdilər. O bizim deyəndə haqqın tərəfində idi. Müxtəlif səbəblərə görə bizi müdafiə edirdi. O deməli sonra müsahibəsinin birində yazmış ki, Şatalinin qızının əri erməni idi. O yalandan bizə fırladı, dedi ki, ermənilər belə deyirlər. Yəni. Və o da ondan sonra Məhəmməd Əsədov, Daxili İşlər Nazirliyi çıxış elədi. O da Şatalin deyənləri bir növ təsdiq elədi. Sonra bir tərcüməçi vardı, Şatalinin yanında oturmuşdu, Azərbaycanlı idi. O nə deyirsə onu tərcümə edir. Onun adı ilə, üzün ona tərəf çöndərmədi, adı ilə dedi ki, filan kəs. Mən indən sonra dediklərimi başqa cür tərcümə elədim. Və başladı danışmağa ki, ay cəmaatı, əlini uzatdı, bax ora əlini uzatdı, ora. Həkəri çayının üstə. Dedi ki, ay cəmaatı, mən də bu dərənin oğluyam. Həkəri çayı aşağı. O da Zəngilandan idi, Zəngilandan idi.
Deməli Zəngilan bu çay gedir birləşir Ağalı kəndinə, Zəngilanın ərazisində. O dedi ki, mən də bir dərənin oğluyam. Fələstinlə Azərbaycanlılar neçə illər üzr istəyirəm, Fələstinlə deməli İsrail neçə ildir müharibə eləyirlər. Hələ onlar sülh müqaviləsi bağlanmır. Siz qətiyyən bizim sözlərimizə, rəsmi dediyimiz sözlərə inanmayın. Heç bir silah zat verməyin. Mən rəyasədə tapşırmışam. Heç bir silah verməyin. Və heç bir partiyaya keçməyin. Heç bir partiya, ya müxalifət, ya iqtidar partiyanın üzvü olmayın. Torpaqlarınızı müdafiə edin. Mən də nə lazımdır? Biz amon yaradırıq dedi. Yaratmışıq, yoxsa yaradırıq. Nə lazımdır? Mən də kömək verəcəm. Biz axıra qədər mübarizə aparıb torpaqlarımızı müdafiə eləməliyik. Silahlarımızı da təhvil verməyin. Cəmaat belə buna çapandıranda əli ilə belə işarələr ki, yanı dayanın da eləməyin. O Şatalində nə başa düşür ki, bu nə deyir? Yəni bax, belə bir dənə xatirədir, mən onu həmişə rəhmətlə yad edirəm. Sonra onu və digər Azərbaycanlıları, bu Azərbaycanın qaynaqlarını ermənilər vertolyotda qətlə yetirdilər. Bu düşünülmüş məsələyə hamısı və o dövrki hakimiyyətin, dövlət rəhbərliyinin zəifliyi idi ki, özündən başqa, elə bu ölkənin rəhbərindən başqa, bütün elita, rəhbər elita bir vertolyota yığıb düşmənin bölgəsinə göndərmək bu ağla sığmayan bir şeydir, müharibə gedən yer. Və onların da hamısını öldürdülər, Daxili İşlər Nazirliyinin, Prokuror Respublikanın, İsmet Qayıbı, dövlət katibi vardı, yəni vitse-prezident səviyyəsində, Allah rəhmət eləsin hamısını. Onları öldürdülər ermənilər və Azərbaycan da sonda məğlub oldu. Bu günləri biz nə hisslər keçiririk, mən sakin kimi deyirəm. Yəni dilimiz doğalıdır, mənim həmfikirlərim də mənlə, əksəriyyət cəmaatımız hamısı fikirdədir. Dilimiz doğalıdır, Allah şəhidlərimizə rəhmət eləsin. Allah qəhrəman qazilərimizi qorusun. Allah ordumuzu, dövlətimizi əbədiyyən, qiyamətə qədər dövlətimizi var eləsin. Allah Cənab Ali Baş Komandanı o qətiyyətinə görə, o siyasətinə görə. Çünki mən həmişə demişəm, bütün uğur və uğursuzluq dövlət içində siyasətdən asılıdır. O ağıllı siyasətinə görə biz bu günləri buradayıq. Allah onu var eləsin. Mən çox bir və sakin kimi minnətdaram və Allahdan bir dənə arzu edilən və əlaqədar təşkilatlardan xahiş edirəm ki, bu Laçın üçün vuruşan, Laçın üçün həqiqətən lazımlı insanlar var. Onları birinci etap düşən kimi onları Laçına köçsünlər. Çünki bu etapda biz yaşadığımız, bizim evlərimizi ermənilər dağıtmamışdır. Bizim evlərimizi indi pis yaxşı təmir eləyiblər, yaşayırıq içində. Amma bu evlər tikilməlidir. Yəni bu evlər tikiləndə o adamların evi tikilsin ki, onlar burada lazımdırlar. Onlar bizə burada rayonun bir ictimai həyatında lazımdırlar. Onlar bu rayon üçün əziyyət çəkiblər. Xüsusilə Qarabağ qaziləridir, müəllimlərdir, həkimlərdir. Bu cəmiyyətimizə lazım olan insanlardır, yaşlı adamlardır, əmək veteranlarıdır. Mən bunları çox həmişə xahiş eləmişəm və ümidvaram ki, bu məsələlər olacaq və müxtəlif vaxtlarda mən Laçınla bağlı xatirələrimi sizinlə bölüşəcəm. Sağ olun.